Çox təəssüf ki, bütün digər xərçənglər əksəriyyəti kimi yoğun bağırsaq xərçəngində yaradan bir səbəb yoxdur. Bu multifaktorial xəstəlik hesab edilir. Burada bizdən asılı olan dəyişə biləcəyimiz səbəblər və bizdən asılı olmayan dəyişə bilməyəcəyimiz səbəblər var. Dəyişə bilməyəcəyimiz səbəblər içərisində birinci yerdə yaş gəlir. Xəstənin 50 yaşdan yuxarı olmağı artıq bağırsaq xərçəngi üçün risk faktorudur. Bir həyatı boyunca hər 27 qadından biri və hər 23 kişidən birində bağırsaq xərçəngi inkişaf edə bilər. Ona görə də istər qadın, istər kişi 50 yaşdan yuxarı artıq risk daşıyıcısıdır. İkinci, burada irsi genetik faktorlar ola bilər. Liş sindromu, ailəvi yoğun bağırsaq polipozu, bunlar xərçəngönü xəstəliklərdir. Bu qrup xəstələr də çox böyük risk daşıyıcısıdır. Digər xoş xəstəliklər poliplərə görə davamlı mütəmadi cərrahi əməliyyat keçirmiş şəxslər risk qrupuna girir. Daha öncə bağırsağın və ya həzm traktının digər bir hissəsinin xərçənginə görə müdaxilə olunmuş şəxslər də risk qrupudur. Bunları biz dəyişə bilmirik. Dəyişə biləcəyimiz əsas faktorlar bizim fiziki aktivlikdir ki, pasiv həyat tərzi bağırsaq xərçənginə səbəb olur, xüsusilə oturaq həyat tərzi, kökəlmə, yüksək artıq çəkililik bağırsaq xərçənginin bir nömrəli səbəblərindən biridir. Hətta belə bir bənzətmə var ki, bel çevrəsi nə qədər böyükdürsə, ürək-damar xəstəlikləri ilə yanaşı bağırsaq xərçəngi riskini də biz dolayısıyla o cür qiymətləndirə bilirik ki, artıq kilo çox ciddi riskdir, siqaret istifadəsidir, qırmızı ət çox izafi istifadəsidir və işlənmiş ət məhsulları. Bura sosislər, kalbasalar və bu qəbildən olan digər qurudulmuş, isə verilmiş, işlənmiş ət məhsulları da bağırsaq xərçənginin riskini artırır. Təbii ki, o demək deyil ki, birbaşa səbəb olur, lakin bir fon xəstəliyi varsa, onun kəskinləşməyinə səbəb olur. Buradan da yola çıxaraq qarşısını necə almaq olar sualına cavab verə bilirik ki, təbii ki, ən önəmlisi bəslənməmizə fikir verməliyik. Qırmızı əti azaltdığımız Ağdəniz bəslənmə üsuluna daha üstünlük veririk. Meyvə tərəvəzləri, lifli tərəvəzləri bol istifadə edirik. Fiziki aktiv oluruq ki, qəbizlik, uzun müddət bağırsaq tıxanıqlığı, yüklənməsi halları olmasın və burada təbii ki, digər bir faktor skrining, kontrol müayinələrdir ki, burada nəcisdə gizli qanın olmağı və kolonoskopiya müayinəsində bağırsaq xərçəngini biz aşkarlaya bilirik əslində. Bunun üçün profilaktik şikayəti olmadan həkimə getmək lazımdır. 50-70 yaş arası şəxslər xüsusilə. Digər bir tərəfdən isə xərçəng olduğumuzu necə şübhələnək? Yəni əlamətlər nədir? Yəqin ki, növbəti sualınız bu olar deyə düşünürəm. Burada əsas nədir? Xəstələrin həmin şikayəti xəstəliyin mərhələsinə görə yaranır. Erkən mərhələdə daha az şikayətlər olur. Burada nəcisdə qanın olmağı, nəcis qoxusunda dəyişiklik ola bilər, nəcisin formasında və defekasiyanın ləngiməyi, günlərlə bayıra çıxmamaq, bəzi hallarda isə əksinə ishal, diareya şəklində tez-tez bağırsaq getmə halları ola bilər. Xəstənin səbəbsiz arıqlaması ola bilər və bir də daha çox əhalidə yayılmış qan azlığı, hansı ki səbəbi araşdırılmır. Hamı götürür, öz tərəfindən bir dəmir, bir fol turşusu və s. qan azlığını müalicə edir. Halbuki araşdırılsa, bunun da altında bir həzm traktı, mədə və ya bağırsaq xərçəngi tapa biləcəyimiz çox hallarla biz rastlaşırıq.